Yolumuz davam edir. Hadrut qəsəbəsi. İşğaldan azad olunmuş daha bir qəsəbə Hadrut. Hadrut qəsəbəsi. Yolumuz davam edir. Hadrut qəsəbəsi. Yolumuz davam edir. Hadrut qəsəbəsi. Yolumuz davam edir. Hadrut qəsəbəsi. Hava istidir, amma bura sərin. İnşallah buradan oraya getdiyim yerlər dağ yerlər olacaq, meşələr olacaq. Yəni yəqin məni o qədər sıxmaz. Yolumuz davam edir. Hadrut qəsəbəsi. Hadrutun gözəl təbiəti, bunlar meşələri, dağları. Burada da belə gözəl bir məscid var. Qarabağ, Hadrut qəsəbəsi, gözəl bir məscid, cümə məscidi. Yolumuz davam edir. Hadrut qəsəbəsi, cümə məscidi. Gözəl bir cümə məscidi, Hadrut qəsəbəsi. Hadrut özü bir dərədədir. Amma getdiyim yerə ancaq podyumla qalxıram. Elə sərt podyumlardır. Hadrut qəsəbəsi. Xocavənd rayonunun Hadrut qəsəbəsi. Hadrut qəsəbəsinin girişi. Yolum gördüğünüz bu dağlaradır. Yine bilmirəm hara kimi gedəcəm, oralarda olmamışam. Yol birinci dəfə gedəcəm. Oradan aşağıdan Füzuli tərəfdən girmişəm. İnşallah bu yana kəndlərə gedəcəm. Hava istidir, amma bir balaca meh var. Yolumuz davam edir, Hadrut. Xocavənd rayonunun Hadrut qəsəbəsi.
Yolumuz da dağlara, meşələrə. Adutun içindən hələlik ancaq padyoma gedirəm. Hələlik sıxı meşələr başlamayıb, amma sağ tərəf meşədir. Gördüyünüz bax, səhv eləməsə o meşə var ha, badaq. Amma mən bilən onun üstə çıxmalıyam. Orada bir kənd var, oraya gedəcəm. Hələlik kəndin adını demirəm. İnşallah keçirsanda deyəcəm. Çünki çətin bir yerdədir, ola bilsin gedib çıxmalım. Yəni bəz ağda yerdədir. İndi hələlik gedirəm, yorucu olsa da. Yolumuz davam edir. Hadrut, bu da gördüyünüz də bir kənddir, adı Qızılqayadır. Bax, bu yolla dönüb, bu təpəli dağın üstə qalxmalıyam. Oradan tərəfini bilmirəm. Yolu birinci dəfədə gedirəm. Hadrutdan bura ancaq piyada qalxmışam. Padyomlu, sərt padyomlardır. Getmək istədim kəndə də, bilmirəm, indi axıra kimi padyom olacaq, spusk olacaq, dəqiq bilmirəm. Ola bir çətin yerdədir, görək ki, çıxa biləcəyim. Yolumuz davam edir, Hadrut. Gördüyünüz Hadrut şəhəridir. Gözəl bir mənzərə, meşə, dağ, aşağılar isti idi, orada şükür sərinlik var. Yəni yüksəkliyə qalxdıqca hava sərinləşir. Perivalları qalxmışam, orada yana hələ qalxacam. Yolumuz davam edir, Xocavənd, Tux, daha doğrusu Xocavənd, Hadrut qəsəbəsi. Bax, gördüyünüz baba dik var ha baba. Bax, düz baba yolu ora kimi qalxmalıyam. Mənim getmək istədiyim yer yəqin ki, oradan görsənəcək. Ora kimi də hələ önə qədər perivallarım var. Hava istidir. Mübarək sərinlik var, amma yenə də istidir. Yəni arandakı kimi deyil də, Füzulidəki, Cəbrayıldakı kimi deyil. Amma isti var. Bir arada kölgəyə keçəndə sərinlik gəlir. Davam edir, Hadrut. Belə bir bulağa rast gəlmişəm. Gözəl bir bulaqdır. Biraz suya ehtiyatımı götürüm, yuyunum, su içeyim. Sonra da yolumuzu davam edək. Yolumuz davam edir. Xocavənd, Hadrut. Qarşıda perival var. Buradan qalxacam bura. Təzdən fırlanıb. O yolla baba gedib. Düz bax bu. Burada diş var. O dişi aşmalıyam. Sərt padyomlardır. Bir tane de olsa çıxmalıyam. Burada bir padyom idi. Buradan qalxacam. Hələlik meşəyə girməmişəm. Meşənin ətəyindən gedirəm. Yəni meşə sağ sol meşədən var. Tam meşəyə girməmişəm.
İnşallah yuxarıda deyəsən meşənin içinə girəsi olur. Gəlib belə bir yerə çıxmışam. Bura Hadrutun girişidir. Hadrut. Bu daşdakı yəqin bu daşı tanıyırsınız. Buranın televizorda çox göstəriblər, bu daşı da çox göstəriblər. Bura Hadrutun girişidir. Hadrut da aşağıda gördüğünüzde Hadrut. Yolumuz devam edir. Xocavənd Hadrut. Piravalarla az yuxarı yolumuz devam edir. Bak gördüğünüz bu meşə var. Bak düz bunun başına qalmalıyam. Oradan sonra getdiyim yer məlum olacaq. Hələ yola kimi getməliyəm. Yolumuz devam edir. Xocavənd Hadrut. Aşağıda gördüğünüz piravalları qalxmışam. Belə bir yüksək dağ. Gözəl bir mənzərə. Sağlı padyumadır, çətindir getmək. Amma təbiətin gözəlliyinə görə o qədər də darıxdırıcı deyil. Bu da əsl meşə. Oralarda meşə var. Sıx meşəliyə girməmişəm. Amma meşənin ətrafından gedirəm. Yolumuz devam edir. Xocavənd Hadrut. Padyumlarımız azalmış. Elə bir birdən padyumları qalxıram. Nə qədər qalxacağımı bilmirəm. Qabaqdan sola dönəcəm. Baxın. Qabaqda görünən bu təpələri, meşələri aşmalıyam. Devam edir Xocavənd Hadrut. Güzel bir mənzərə. Qarabağın gözəl meşələri. Yolumuz devam edir. Piravallarımız hələ qurtarmıyor. Qarşıda gördüğünüz meşəni aşmalıyam. Belə bir hündür yerdə meşə görsənir və onun üstə çıxmalıyam. Yolumuz devam edir. Xocavənd Hadrut. Bu piraval mənim indiyənə kimi qalxdığım ən yüksək piravallardan biri oldu. Çünki indiki piravalları mən bu gəldiyim saatlarca qalxıb qurtarmışım. Olsa qurtarmaq olmuş. Hələ gördüyünüz bax, o meşə var. Onun arxasına keçməliyim. Orada bilinəcək mənim hara getməyim, yolumun piraval ya ağlaşa olduğu bilmək.
hələlik qalxırıq. Yolumuz davam edir. Xocavənd, Hadrut. Yaman çox qalxdım, çox yorulmuşam. Biraz oturdum, yoldakı dincəlim. Yaxşı ki, buralarda ağa yerdə sərinlik var. Yoxsa belə perivalları qalxmaq çox çətindir. Şükür sərinlikdir burada, yəni gün yoxdur. Aşağılar istiydi, amma burada gün yoxdur, sərinlikdir. Ona görə də nə qədər çətin olsa da qalxıram. İnşallah qarşıda bir meşə var. Yaxmini 1-3 dənə perivalım var, oradan qalxandan sonra getdiyim yer məlum olacaq. Oradan dönəcəm, Avaşa kimi yeri, oradan da sağa meşəni aşmalıyam. Perivaların son nöqtəsidir bu. Yəni aşağıdan da gələndə göstərmişdim ki, bu meşəni aşmalıyam. Bu da həmən meşədir. Bax, həmən burundur. Axırıncı padyondur. Padyomu qalxım, hələ bilmirəm. Görüm oradan nə göstərir. Ola bilsin gedim, ola bilsin buradan qayıdım. Onu mən perivaldan biləcəm. Gəldim, belə bir hündür yerə çıxdım. Buradan da bax, aşağıda gördüyünüz Füzuli Şuşa yoludur. Yolumuz devam edir. Xocavənd, Hadrut. Bax, bu da Füzuli Şuşa yolu. Aşağıda gördüyünüz. Yolumuz devam edir. Xocavənd, aşağıda gördüyüm bilmirəm az kəndlərdə. Oradan yol gedir Şuşaya. O dağlardan oynar Şuşadır. Yolumuz devam edir. Güclü bir perival düşdüm. Gəlmişəm. Bax, gördüyünüzdə məşhur Tuğ kəndi. Bu da Tuğ kəndi. Gözəl bir kənddir. Xocavənd, Hadrut, Tuğ kəndi. Burada gəlib çıxmaq üçün Hadrutdan bir xeyli perival qalxdım. Sonra bir o qədər də perival düşmüşəm. Düzdür, perivalı rahat düşdüm. Amma indi təzədən bu perivalı bir də qalxmaq lazımdır. Abi, gördüyünüz meşənin düz üstlərinə getməliyəm, perivalları qalxmalıyam. Yolumuz devam edir. Xocavənd rayonu. Perivallarımız devam edir. Yol Tuğ kəndinə gedir. Gördüyünüz bu dağın dibində Tuğ kəndi yerləşir.
Yollarımız devam ediyor. Peri balıqlarımız da həmçinin. Xocavənd rayonu. Biraz oturmuşam meşədə. Biraz dincələk. Çünki bu qədər peri balığı qapmaq doğrudan da çətindir. Yüksək peri balığım var. Hələlik qabaqda yenə oradan da qapmalıyam. Peri balıqlar qutarmış. Yolumuz devam edir. Tox kəndi. Bu kəndin adı da Tağurluq kəndidir, səhv eləmirəmsə. Bu yan Tox kəndi, ondan o yana Azıq kəndi. Bu yolla, qabaqdakı yolda Füzuliyə gedir. Peri balığı qalxmışam. Bax, buradan da peri balığı qalxıb meşənin üstündən. Orada quşqa görsənir. Quşqadan o yana da qalxmalıyam. Quşqadan da 2 dənə peri balıqdan sonra az aşağı düşəcəm. Xocavənd Hadrut. Gözəl bir mənzərə. Peri balıqlarımızın yarısı durur. Kəsin bir peri balıqlarla qalxıram. Yaxşı ki, biraz sərinlik var. Az da olsa, bir də ağaçlar var, meşə var. Hərdən gölgə tapıb otururam. Yoxsa adi vəziyyətdə bu peri balığı qalxmaq olmaz. Abi gördüyünüz peri balığı. Buradan qalxacaq. Oradan sola, sonra bir də sağa, bir də sola, bir də sağa, bir də sola. Belə düz, bu meşənin düz başına çıxacaq. Devam edir, peri balıqlarımız da həmçinin. Xocavənd Hadrut. Ayaq biraz istəyidi. Çünki gün vaxtı biraz sərinlik var. Peri balıqlarım tutarım, resursa biraz köpərtəsin. Gördüyünüz meşənin düz başına qalxmalıyam. Oradan atıra Hadrut'a kimi yürü aşağı olacaq. Əsas mənim problemim bax bu meşədir. Buraya qalxdım, elə bir şey Hadrut'dayım. Yolumuz devam edir. Təxminən 4 dənə peri balığım qalıb. Dört dənə peri balıqdan sonra az aşağı getməliyəm. Daha bir peri balığı qalxdım. Buradan yuxarı bir də qalxacam. Dəhşətli dərəcədə yorulmuşam. Çox peri balıqlar, çox qalxdım. Sizə götürəndə yan aşağısı 20 kilometrdən yuxarı peri balığı qalxmışam təkcə. Gözəl bir mənzərə. Yolumuz devam edir. Axırıncı padyomumuz. Buradan yuxarı kimi çıxacağım. Buradan o yana az aşağıda Hadrut'a kimi. Bu peri balıqları qalxdım. Çətinliklə də olsa gəlib bura peri balığın son nöqtəsinə çatdım. Buradan o yana inşallah Hadrut'a kimi az aşağıdır.